Allah zaman və məkandan münezzəhdir, sələfi olmayan və dedikləri zaman heç sözləri bilmirlər, nəyə qəsd edirlər. Bu kəlamı tərk elə, indi mən sənə bu mövzuda sələfin etiqadını deyəcəm, bax bunun üzərində ol. Əli ibn Həsən ibn Şəqiq, rahimehullah təala dedi, Abdullah ibn Mübarəkdən soruşdum, Rəbbimizi nə ilə tanıyırıq? Dedi, onu səmaların üzərində, ərşin fövqündə olması və məxluqatından ayrı olması ilə tanıyırıq. Mən dedim, o yaratdıklarından hədlə ayrıdır. Dedi, bəli, elə bir hədlə ki, onu ondan başqa heç kəs bilmir. Harada keçir bu rivayət? İmam Əhməd rahimehullah təala'nın oğlu Abdullahın Sünnə kitabı 1-ci cild 175-ci səhifə. Həmçinin Beyhaqqinin Əsma və sifətində 538-ci səhifədə. Muhammed ibn İbrahim el-Qeysi dedi, Əhməd bin Həmbələ belə dedim. İbn Mübarəkdən belə bir söz nəql olunur ki, ona sual verilib, deyildi ki, Rəbbimizi necə tanıyırıq? O da dedi, 7-ci səmada ərşin üzərində bir hədlə. Əhməd ibn Həmbəl dedi, bizə görə də bu belədir. Bu rivayət harada keçir? Əl-İbənətül Kubra, İbn Battanın İbənətül Kubrasında 7-ci cild 156-cı səhifədə.